Hər vaxtınız xeyir. Bax bu yaraşıqlı bitkinin adına Türkiyədə qara lahana deyirlər. Kələmdir, amma dolması qara rəngli olur yarpağı. Biz elə yarpaq kələm də deyə bilərik buna. Ancaq baş bağlamır da, ancaq yarpağı istifadəyə yararlıdır, dolma bükməyə. Bir də ki, gülləri qəşəngdir. Həyətdə qəşəng görünür. Bunun toxumu Türkiyədən gətirilibdir. Mən də əkmişəm bunu burada. Amma görkəmi xoşu gələn olmur da, biraz qara rəngdə olur dolmada. Çəkdim ki, tanış olasınız, görəsiz belə bir bitki var. Çünki mən özüm bilmirdim ta ki, bu mənə hədiyyə olundu, Türkiyədən gətirmişdi qohumlarım. Sağ olun, salamat qalın.